Salam dostlar, hər vaxtınız xeyir olsun. Dostlar, gördüyünüz bu çeşid Tibron F1-dir. Deməli, məhsulun gözəlliyinə baxın. Mən Tibronu paylaşanda, məhsulu göstərəndə sınaq üçün deyirdilər ki, yəni bəziləri deyirdi ki, çox gətirir, böyütmür. İnanın Allaha, bura demək olar ki, bir yöndə gübrə verilməyib. Yəni bir dəfə cəmi cümlətanı kalsium, bir dəfə də 10-40 verilibdir. O da yəni bitkinin hardasa birinci mandağını böyütməkdən ötürü olan bir şeydir. Alt mandaqlar yığılıbdır. Nəzərinizə çatdırım, at mandaqlar yığılıb. Məhsulun gözəlliyinə baxın. Məhsulun gözəlliyinə baxın. Maşallah, maşallah. Məhsulun bərkliyi. Yəni, superdir də qardaş. Superdir də, yəni. Məhsul necə olar? Salxıma baxın. Pomidorun gözəlliyi göz qabağındadır. Bu da üst nöqtələrdir. İstiyə baxmayaraq. Burada da şüşə parnikdir. Şüşədir parnikin belə. Yüksək də nəticə verir yəni. Görürsünüz. Çox güclü sortdur. Xeyirli uğurlu olsun. Allah hər kəsin malına bərəkət versin. Ürəkli bu sortu əkib çörək götürə bilərsiniz. Mən sizə tam əminliklə deyirəm. Yəni tam arxayınlıqla bu sortu əkib yaxşı da ruzi götürə bilərsiniz. Xəstəliyə dözümlülüyü var. Əsas odur, bax, fuzariuma dözümlülüyü var. Yəni onu da nəzərinizə çatdırım ki, bu gördüyünüz salxımlar hələ budamadan keçib. Yəni ki, belə deyim də sizə, bu daha çox pomidor ola bilərdi. Görürsünüz, baxın. Yəni, gözəl də məhsul verir. Xeyirli uğurlu olsun, Allah hər kəsin malına bərəkət versin. Sağ olun.